Mədəniyyət, memarlıq abidələri. Feodalizmin yaranması ilə Azərbaycan ərazisində mədəniyyətin inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanda mədəniyyətin inkişafına tarixən ərazidə baş verən siyasi və hərbi hadisələr, eyni zamanda Azərbaycanın şərqlə qərbin qovşağında yerləşməsi, yəni coğrafi mövqeyi mühüm təsir edibdir. Sasanilərin və ərəblərin dövründə vahid halda olan Azərbaycan ərazisində həm də vahid mədəniyyət formalaşdı. Deməli, Azərbaycan ərazisi vahid halda Sasani və ərəblərin tərkibində olması vahid mədəniyyətin formalaşmasına təsir göstərdi. Sonradan yaranan müstəqil dövlətlər dövründə də bu ənənə davam elədi. Yəni Sadi, Salari, Rəvadi, Şəddadi dövlətləri ki deyirik, onların dövründə də bu mədəniyyət davam eləyibdi. Atropatenada Sasani dövlətində tətbiq edilən Pəhləvi yazı sistemindən istifadə edilirdi. Demək, Atropatenanın yazısı Pəhləvi yazı sistemi olubdu ki, Sasanilər dövründə tətbiq olunub, Atropatenada da istifadə olunubdu. 3-cü əsrdə Albaniyadan Romaya göndərilmiş sənəd və 5-ci əsrə aid fərman Albanların yazı mədəniyyətindən xəbər verir. Demək, Albanların yazı mədəniyyətindən nə xəbər verir? 3-cü əsrdə Romaya göndərilmiş sənəd və 5-ci əsrə aid fərman sübut edir ki, Albanların da yazı mədəniyyəti olubdu. 5-ci əsrin əvvəllərində Albanların 52 hərfdən ibarət əlifbası olmuşdur. Demək, 5-ci əsrin əvvəli yadımıza salaq, bu Asogenin dövrü idi ki, Albanların 52 hərfdən ibarət məhz özlərinin əlifbası olubdu. Alban tarixçisi Musa Kalankatlı yazısı olan xalqları içərisində Midiyaları və Albanları xüsusi qeyd edibdir. Yazıya malik olan xalqlar budur: Yahudilər, Romalılar, təbii ki, burada Bizanslar da nəzərdə tutulubdur. İspanlar, Yunanlar, Midiyalılar və Albanlar. Uzun müddət elmi, bədii, publisistik əsərlər, kərgüzarlıq sənətləri Alban dilində yazılıbdır. Ərəblər Sasanilər dövlətinin mövcuduna son qoyduqdan sonra yadımıza salaq. Ərəblər nə zaman Sasanilər varlığına son qoydu? 651-ci ildə. Bu hansı sülalənin dövrünə düşür? Əməvimi, Abbasimi, din bizi belə çaşdıracaq? Heç biri. Nəyə görə? Çünki 651-də hələ Əməvilər gəlməyib. Əməvilər 661-də gələcək. Bu 4 xəlifə dövrünə düşür. Deməli, Sasanilər varlığına son qoyulandan sonra bu ərazidə də yeni yazıdan istifadə olunmağa başladı. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, 20-ci əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunubdu. Və ərəb istilasından sonra Azərbaycanda İslam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişir. Memarlıqda yeni tipli binaların, məscid, mədrəsə, türbə, karvansara tikilməsi əsas xətt olur. Bu dövrdə İslam dini ilə bağlı deməli, tikililərlə yanaşı Qafqaz Albaniyasının bəzi əyalətlərdə xristian məbədləri, müdafiə istehkamları da inşa olunurdu. Bunlardan indiki İsmailli rayonu ərazisinə salınmış Cavanşir qalası, Qazax rayonunun yuxarı Əskipara kəndi yaxınındakı qala kompleksini də misal göstərmək olar. Ümumiyyətlə, İslamdan əvvəlki də, sonraki dövrlərdə də Azərbaycan ərazisində inşa olunmuş Alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Azərbaycanın şimalında, Albaniyada erkən orta əsrlərdə Şirvan və Samur sədləri də inşa olunmuş. Demək, Şirvan və Samur sədləri harda inşa olunubdu? Erkən orta əsrlərdə Albaniyada, şimalda inşa olunubdu. Gəlin ümumiyyətlə, erkən orta əsrlərdə Alban memarlıq abidələri ilə tanış olaq. Deməli, erkən orta əsrlər dövrü deyəndə neçənci əsr nəzərdə tutulur? 3-cü əsrdən 11-ci əsrə qədər. Bəs 11-15 klassik feodalizm, 16-17 son feodalizm dövrü Avropada, Azərbaycanda isə 16-19-cu əsr gedir. Demək, burada erkən orta əsrlər dövründə memarlıq abidələri deyəndə daha çox 3-7-ci əsrin memarlıq abidələrini nəzərdə tutubdur. 3-7-ci əsrin erkən orta əsrlər deyəndə 3-7-nin memarlıq abidələri nəzərdə tutubdur. Bir də var ki, Ərəb dövrü memarlıq abidələri. Ərəb dövrü memarlıq abidələri isə daha çox deməli 7-8-ci əsrlərə əhatə edən memarlıq abidələri nəzərdə tutulur. Bir də var ki, 9-11-ci əsrin memarlıq abidələri. Demək, 3-7, yəni bu dövr Sasanilər dövrüdür. 1-2, 227 Atropatena, 262 Albaniya Sasanilərin tərkibinə düşübdür və ta ki 651-ə qədər Albaniya onların tərkibində olubdur. Yəni Sasani süqut edənə qədər. Deməli, erkən orta əsr Alban memarlıq abidələri Sasanilərin dövründə olduğu müddətdir. Burada Dərbənd səddi, Qax ərazisində Torpaq qala, İsmaildə Cavanşir qala, Govur qala, Çarapget qala, Amaras monastırı, Ağoğlan məbədi, Çıraq qala misal gətirə bilərik.
Bunları belə yadda saxlamaq biraz çətin olar. Göz yaddaşından yadda saxlamaq üçün xəritə üzərindən izah edəcəm. Deməli 3-7-ci əsr, yəni Alban memarlıq abidələrinə nəzər salır. Xəritəni yaxınlaşdırıram. Aha. Deməli, Alban memarlıq abidələri 3-7-ci əsrin memarlıq abidələri. Diqqət edirik, bunlardan bir sual gələ bilir. Demək, Qaxda Ləkit və Qum məbədi olubdur. Qax harda yerləşibdir? Baxın, Qax 3 hərflidir. Qax 3 hərflidir. Yuxarıdan 3-cü. 1, 2, 3. Deməli, bu torpaq qala yerləşən ərazi bura Qaxdır. Qaxda həm torpaq qala mövcud olubdur, həm də Qum və Ləkit məbədi olubdur. Qaxda torpaq qala, Qum və Ləkit məbədi mövcud olubdur. Ən şimalda Dərbənddir. Dərbənddə nə olubdur? Dərbənddə Narın qala. Demək, Dərbənddə Narın qala. Dərbənd səddinin özü 6-cı əsrin ortalarında salınıbdır. Dərbənd səddini deyə bilərik. Eyni zamanda Dərbənddə Narın qala. Demək, Dərbənd səddi, Dərbənddə Narın qala. Bir də Şirvan və Samur səddləri mövcud olubdur. Şirvan, Samur səddləri də mövcud olubdur şimalda. İsmayıllı ərazisində Cavanşir qala olubdur. Demək, İsmayıllı, baxın, buradan hardasa bu ərazi, uzun olan bu ərazi, sanki ata oxşuyur. Bu ərazi Şamaxıdır. Şamaxının yanında bu geniş ərazi İsmayıllıdır. Həmin bu İsmayıllı ərazisində Cavanşir qala mövcud olub. Demək, İsmayıllıda Cavanşir qala mövcud olubdur. Şabranda Çıraq qala mövcud olubdur. Şabranda Xaçmazdan aşağıda, yəni bax bu ərazidir. Şabranda Çıraq qala mövcud olubdur. Və Çıraq qalanın əsri də verilibdir. 5-ci əsrin ikinci yarısına aiddir. Demək, Çıraq qala 450-dən sonra 5-ci əsrin ikinci yarısına aiddir. Şabranda yerləşir. Ağdərədə Çarapket qala olubdur. Harada? Ağdərədə. Ağdərə harada yerləşir? Baxın burada. Demək, Ağdərədə Çarapket qala mövcud olubdur. Ağdərədə Çarapket, ağları yanaşı deyək. Ağdərə, Ağdam. Ağdamda Govur qala mövcud olubdur. Ağdamlılar Govur. Ağdamda Govur qala. Demək, Ağdərədə Çarapket, Ağdamda Govur qala. Bunlar Qarabağ bölgəsidir. Eyni zamanda Laçında Ağoğlan məbədi. Laçın oğlan, Ağoğlan deyirdim yadda saxlamaq üçün. Deməli, Ağoğlan, Laçın oğlan. Laçın da Kəlbəcərin altıdır. Baxın, bu çıxıntısı olan yer Kəlbəcərdir. Kəlbəcərin altı Laçındır. Deməli, Laçında Ağoğlan məbədi. Laçın oğlan, Ağoğlan. Sonra Xocavənddə Amaras monastırı, Xocavənd deyirik, iki yerin birləşməsinə oxşuyur. Xocavənd, Xocavənddə Amaras monastırı mövcud olubdur. Eyni zamanda Şəkidə, baxın, Şəki bu ərazidir. Şəkidə Kiş məbədi mövcud olubdur. Şəki yuxarıdadır. Şəkidə, daha doğrusu Oğuzu göstərdim mən xəritədə. Dəqiqə diqqət eləmədim. Aha, bura Oğuz ərazisidir göstərdiyim ərazi. Şəki biraz böyükdür. Oğuzun yanındadır. Baxın, buradır. Şəkidə Kiş məbədi mövcud olub. Deməli, Qaxın altı Şəkidir. Şəkidə Kiş məbədi mövcud olubdur. Qazaxda, bilinir ki, Qazax Gürcüstanla sərhəddir. Baxın, Qazax. Qazaxda yuxarı Əskipara qala kompleksi mövcud olubdur. Deməli, Qazaxda yuxarı Əskipara kəndi yaxında qala kompleksi mövcud olubdur. Bir də var idi Etmiyəcində Göymələklər məbədi. Baxın, bu biri var Azərbaycan Respublikasının hazırda ərazisinə daxil olan, bir var Respublikamızın ərazisinə daxil olmayan. Məsələn, Dərbənd səddi olsun, Mehravan qalası, burada Dərbənddə salınan da səddlərdən söhbət gedirsə, Dərbənddə Narın qala olsun. Bunlar elə bil ki, hazırda Azərbaycan ərazisinə daxil deyil. Eyni zamanda bu Etmiyəcində Göymələklər məbədi var idi ki, bilir ki, bura Göyçə ərazisidir. Yəni Qərbi Azərbaycan indi Ermənistan ərazisi yerləşir, İrəvan ərazisidir. Orada da Göymələklər məbədi olubdur ki, hazırda Azərbaycan Respublikasının ərazisinə daxil deyil. Bu dediklərimiz, baxın, bu saydıqlarımız aiddir erkən orta əsr, yəni Sasanilər dövrünə aid Alban memarlıq abidələridir. Amma bir də var Ərəb ağalığı dövründə, yəni 7-8-ci əsrdə inşa olunmuş memarlıq abidələri. Bunlara Bərdədə Tərçay çayı
Üzrü sayın. Deməli, Bərdədə Tərtər çayı üzərində salınmış körpünü deyə bilərik, daş körpünü deyə bilərik ki, Bərdəni də necə tapırıq? Baxın, Kürün altındadır Bərdə, Kürün altında. Bilirik ki, bax Göyçəklə belə yola çıxanda Bərdəyə doğru gedirik. Deməli, belə yadda saxlayaq. Bax, bu yekə yer Goranboydur. Goranboydan sonra baxın biraz Kürün altına doğru Ağdam. Bax, Govurqala Ağdamda yerləşir. Ağdamın yanı Ağcabədidir. Ağcabədinin üstü Bərdədir. Deməli, Bərdə bu ərazidədir. İndi bir dənə silim təzdən. Deməli, Bərdə Kürün altında bu ərazidir. Bərdədə, demək, Goranboydan sonradır. Kürün altındadır. Ağcabədinin üstündədir. Deməli, Bərdədə 7-8-ci əsrlərdə Tərtər çayı üzərində daş körpü var. Şamaxıda Cümə məscidi var, 8-ci əsrə aid. Şamaxını tapırıq. Deməli, Şamaxı dedik ki, bu ata oxşuyur. Şamaxıda Cümə məscidi var ki, 8-ci əsrə aiddir. Bir də Tiflisdə hamam kompleksi var ki, bugünkü gündə bizdə deyil Tiflis. O vaxt bizdə idi, indi yox. Tiflisdə hamam kompleksi. Bir də var 9-11-ci əsrə aid memarlıq abidələri. Məsələn, Lerikdə Oğlan qala. Baxın, Laçında Ağoğlan məbədidir. Laçın oğlan, Ağoğlan. Bu Alban memarlıq abidələridir 7-ci əsrə qədər. Yəni 3-7-ci əsrə aid memarlıq abidəsi idi. Amma deyəndə ki, artıq Lerikdə Oğlan qaladır və Lerikdə Oğlan qala 9-11-ci əsrə aid memarlıq abidəsidir. Lerik də harda yerləşir? Baxın, cənub bölgəmizdir. Ən aşağıda İranla sərhəd Astaradır. Astaranın üstü Lerikdir. Aha, qədim dövrdə də, paleolit dövründə də öyrənmişdik ki, Lerikdə Buzeyir mağarası var. İndi həmin Lerikdə 9-11-ci əsrə aid Oğlan qala var. Lerikdə Oğlan qala. Sonra Naxçıvana baxaq. Naxçıvan ərazisi hansı memarlıq abidəmiz var? Naxçıvanda Əlincə qalası var ki, Əlincə qalası 9-cu əsrə aid memarlıq abidəsidir. Demək, Əlincə neçənci əsrə aiddir? 9-cu əsrə aiddir. Harada yerləşir? Naxçıvanda yerləşir. Şamaxıda var. Şamaxıda baxın, Cümə məscidi dedik 8-ci əsrə aiddir. Amma Şamaxıda bir də var Sündü məscidi, Sündü kəndində məscid. Bu isə 920-ci il, yəni 10-cu əsrə aiddir. Cəbrayılda var. Cəbrayılda Xudafərin körpüsü biz öyrənmişdik 1027-ci ildə. Demək, Şəddadilər dövlətində Şəddadilərlə Rəfahətləri ayıran körpü kimi demişdik Xudafərin körpüsünü. Deməli, hərbi və ticarət məqsədi ilə salınmışdı. Deməli, harada yerləşir o? Cəbrayılda. Cəbrayıl hardadır bəs? Baxın, deməli, Kəlbəcər çıxıntısı olan yer. Kəlbəcər, kəl qızla yadda saxlayırdıq. Kəlbəcərin altı Laçın, L. Laçının altı Q, Qubadlı. Qubadlının altı Zəngilan. Z nöqtəsi Z bitdi. Yəni Z ilə bu ardıcıllıq bitdi. Yəni Azərbaycanın o son, belə deyək də, İranla sərhəd ərazisi artıq oldu Zəngilan. Aha, Z-C, Zəngilanın yanı Cəbrayıldır. Deməli, bura Cəbrayıldır. Demək, Cəbrayılda Xudafərin körpüsü olub. Xudafərin körpüsü Cəbrayılda yerləşibdir və 1027-ci ildə salınıbdır. Bir də Gəncə qala qapılarını yadımıza salaq. Gəncə qala qapıları da 11-ci əsrin memarlıq abidəsidir. Gəncə qala qapıları da Əbulasvar Şavrun dövründə Şəddadilər dövlətində inşa olunubdur. 1063-cü ildə. Deməli, Gəncədə dedik, hardadır? Baxın, diqqət edək Gəncəyə. Bu yekə yer Goranboydur. Goranboydan qabaqdır Gəncə. Baxın, bura Gəncə ərazisi gedir. Ümumi bura Göygöl rayonudur. Aşağısı Göygöl rayonudur. Burada bu balaca hissə Gəncə gedir. Gəncə ərazisi, Gəncə şəhəri. Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə bu yerlərin Bağdadı adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid, başqa dini binalar, karvansaralar, bazar, hamam və s. tikilmişdi. Demək, Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi har olubdu? Bərdə olubdu. Bərdə 944-dən sonra artıq belə deyək də, öz qüdrətini itirmiş oldu. 2010-cu ildə noyabr ayında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycan xalçaları salındı. Azərbaycan xalçaları çox qədim tarixə malikdir. Hələ 7-ci əsr Alban tarixçisi Musa Kalankatlı Albaniyada xalça istehsalı, zadəganların məişətində bunlardan istifadə edilməsi barədə məlumat verir. 7-ci əsr Çin səyyahları Azərbaycana iri xalça istehsalı mərkəzi adlandırıbdır. Bunu arxeoloji tədqiqatlar da sübut edir. Ölkəmizdə 7-ci əsrə aid toxuculuq dəzgahı, yun iplər, xalçaçının əmək alətləri, keçə, çürümüş xalı, palaz parçaları tapılmışdır.
Şahanşah 1-ci Xosrovu yadımıza salaq. Sasanilər dövründə Albaniyada Xosrovu yadımıza salıq. Deməli öyrənmişdik. 531, 579-cu ildə Sasani şah Xosrov. Onun keçirdiyi islahatları da yadımıza salaq. Deməli, 1-ci Xosrova məxsus Xosrovun Baharı adlı xalçanı demək olar ki, bütün tədqiqatçılar təsvir etmişlər. Bu da təsadüfi deyil ki, həmin süjet sonraki əsrlərdə də inkişaf etdirilmiş, öz inkişafını 4 fəsil adlanan Təbriz xalçalarına tapmışdır. Orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətlərindən və tiplərindən də bəhs olunubdur. Baxın, burada 4 fəsil xalçası təsvir olunubdur. 9-11-ci əsr, 9-10-cu əsrdə ümumiyyətlə ərəb tarixçi Ət-Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyəti barədə məlumat verir. Deməli, kim məlumat verir? Təbəri məlumat verir xalçalar barədə. 10-cu əsr Hüdud Aləm adlı müəllif naməlum olan mənbədə qeyd edilir ki, Azərbaycanın Mərənd, Gəncə, Şəmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatları istehsal olunur. Naxçıvan, Xoy, Muğan, Salmas, Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdır. Demək, yadımıza saxlayaq ki, Hüdud Aləm adlı naməlum mənbə 10-cu əsrə aiddir və burada xalçalar barədə, yəni Mərənddə, Gəncədə, Şəmkirdə, Gəncə Şəmkir yaxındır, Mərəndə yadımıza saxlayaq, keyfiyyətli yun məmulatları istehsal olunur. Eyni zamanda Naxçıvanda, Xoyda, Muğanda, Salmas və Ərdəbildə də xalça və palazlar böyük şöhrət qazanıbdır. Ərəb səyyahı Əl-Məsudi yazırdı ki, Məsudinin M-sı, Mərəndin M-sı, Məxfurun M-sı. Əl-Məsudi Mərənddə Məxfur adlı xalçalar istehsal olunur yazıbdır. Əl-Məsudi Mərənddə Məxfur adlı xalçaların istehsalı barədə yazıbdır. Mərənddə, Təbrizdə, Ərdəbildə. Digər ərəb müəllifi müqəddəsdir. Qarabağda müqəddəsdir. Müqəddəs deməli Qarabağ xalçaları, misli bərabəri olmayan Bərdə xalçaları haqqında məlumat veribdir. Ərəb müəllifi Əl-İstəxri Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi, yəni marina barədə, müqəddəsi, Göfəl kimi digər müəlliflər də al qırmızı boya alınan, Avropaya ixrac olan qırmızı adlı xüsusi qurtlar haqqında məlumat veribdir. Bu da bizim xalçalar haqqında məlumatımız. Dindən danışsaq, 3-7-ci əsrlərdə Azərbaycan cənubunda atəşpərəstlik, şimalında çox tanrılıq, Alban türkləri arasında isə ulu tanrı, yəni tanrıçılıq, eləcə də xristianlıq mövcud idi. Demək, cənubda atəşpərəstlik, yəni zərdüştlük, şimalda çox tanrılıq, Alban türkləri arasında ulu tanrıya sitayiş, yəni tanrıçılıq, eləcə də xristianlıq mövcud idi. 1-ci Şapurun hakimiyyət dövründən başlayaraq Sasani şahları atəşpərəsti zorla yaymağa çalışıbdılar. Kimdən başlayaraq? 1-ci Şapurdan başlayaraq. Sasanilərin dini siyasəti atəşpərəsti yaymaqla yanaşı, xristianlığın təbliğinin qarşısını almağa, əsarət altına alınmış xalqları itaətdə saxlamağa yönəlmişdi. Hələ 1-ci əsrdə Alban torpaqlarında xristianlıq yayılmağa başlamış, 4-cü əsrdə isə rəsmiləşmişdi. Diqqət edək. Baxın, dimdə də bu test var idi. Deməli, 1-ci əsrdə yayılmağa başlayıbdı. Rəsmiləşməsi 4-cü əsrdədir. 4-cü əsr yayılmağa başlayıb deyəndə yanlışdır. Çünki yayılmağa başlamağı məhz 1-ci əsr aiddir. 7-8-ci əsrdə Qafqazın ərəb xilafətinin tərkibinə daxil olması ilə Azərbaycanda İslam dini yayılmağa başladı. Çünki ərəblərin tərkibinə daxil olduq. Bu isə burada İslam mədəniyyətinin inkişafına səbəb oldu. Deməli, xalqın təşəkkülündən danışsaq, Azərbaycan xalqının əcdadları qədim çağlardan çox geniş torpaqları əhatə edən böyük bir ərazidə yaşayıbdılar. Bu ərazinin sərhədləri cənubda Qızılüzən çayından başlayıb, şimala Dərbənd də daxil olmaqla Qafqaz dağlarına qədər uzanıb. Deməli, cənubda Qızılüzən çayından, şimalda Dərbənd daxil olmaqla Qafqaz dağlarına qədər uzanıbdır. Ümumiyyətlə, xalqın təşəkkülü üçün bir sıra vacib şərtlər var ki, bunlardan 4-ü əsas hesab olunur. Ərazi birliyi, dil birliyi, mədəniyyət birliyi, məhəlli iqtisadi əlaqələrin mövcudluğu şərtdir. Ərazi, dil, vahid mədəniyyət, məhəlli iqtisadi əlaqələr. Bunu soruşsam bilməsəz, demək ki, dərsi oxumayıbsınız. Vacibdir. Diqqət edirik. Deməli, təbii ki, bu daim formalaşması üçün müəyyən bir vaxt lazımdır. Bunu da vurğulayaq. 1300 il bundan əvvəl türklərin yaşadıkları bütün torpaqlarda yayılmış Kitabi-Dədə Qorqud dastanı xalqımızın ana qaynağıdır. Kitabi-Dədə Qorqud dastanında cərəyan edən hadisələr tarixi Azərbaycan torpaqlarında baş vermişdir. Dastana görə Oğuz türkü üçün vətən, yurt ən müqəddəs anlayışıdır. Dastan onun yayıldığı geniş ərazidə, vahid dildə, türk dilində danışan böyük bir xalqın yaşadığını sübut edir. Hiylə ilə qələbə qazanmaq, aman diliyəni öldürmək, qaçanı qovmaq Oğuz türklərinə yad edir. Namus, ismət Oğuz qadınları üçün çox müqəddəs sayılırdı.
Ümumi mədəniyyətin formalaşmasında isə İslam dininin yayılması misilsiz rol oynayıbdır. İslam dini türk və qeyri-türk etnosların vahid xalq kimi formalaşması, ümumi mədəni dəyərlər əsasına birləşməsi üçün zəmin yaratdı. 3-9-cu əsrlərdə Azərbaycan torpaqlarının vahid şəkildə əvvəlcə Sasani, sonra Ərəb xilafətinin tərkibinə daxil edilməsi, həmçinin karvan yollarının buradan keçməsi bütün ölkədə ümumi iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdur.